Skalyoz tokla müalicə olunmur. Onurğa əyriliyi struktur deformasiyadır. Yan əyilmə ilə yanaşı rotasiyalarda olur. Bu cür struktur deformasiyalar elektrofiziki agentlərlə korreksiya olunmur. Skalyozlu pasientlərdə adətən TENS, interferens cərəyanlar, elektrostimulyasiya və diaqramik cərəyanlardan istifadə olunur. Bu prosedurların təsiri ağrının azalması, əzələ spazmının müvəqqəti rahatlaması və lokal qan dövranının artırılması yönümlüdür. Yəni simptomatikdir. Qısaca olaraq desək, bu prosedurlar fəqərə quruluşunu dəyişmir, kob bucağını azaltmır, vertebral rotasiyanı düzəltmir, skalyozu struktur olaraq müalicə etmir. Elektroterapiya, neyromodulyasiya və analgeziya məqsədi daşıyır. Yəni o, reabilitasiya üçün zəmin ola bilər, amma özü ola bilməz. Elmi fizioterapiya dedikdə müalicəvi bədən tərbiyəsi, 3D korrektiv məşqlər, motor kontrolun bərpası, postural düzəliş, manual terapiya və masaj, lazım olduqda dərman və vitamin dəstəyi, uzun müddətli və fərdi protokol nəzərdə tutulur. Skalyoz tokla müalicə olunan bir xəstəlik deyil. Tok yardımçı vasitədir. Hərəkət və korrektiv məşqlər isə əsas məqsəddir.